Be due to, be about to qaydasını testlər üzərində tətbiq edək. İlk öncə qaydamıza nəzər yetirək. To be about to üzrə olmaqdır. Bir şeyi etmək üzrə olmaq. Nədir? Tutaq ki, mən hal-hazırda testləri izah etmək üzrəyəm də, düzdür? Bunu deyəcəm ki, I am about to explain, özündən sonra əsas fel gəlir. The tests. Zaman bildirən sözlər istifadə edilmir qətiyyən burada. Hal-hazırda, yəni daha doğrusu bunu etmək üzrəsən, zamansız. Tezliklə edirsən. To be due to isə malı məlidir. Modal fe'li kimi tərcümə olunur. Yəni elə başa düşə bilərsiniz. Zaman bildirən söz burada işlədilir amma. I'm due to go there. Tutaq ki, in a few minutes. Bir neçə dəqiqə içində getməliyəm kimi istifadə edə bilərik, başa düşə bilərik. Gələk indi testlərə. Bir də deyir ki, doğru variantı istəyir. Be about to is used to talk about things which are going to happen soon. Be about to istifadə edilir deməli nə zaman? Tezliklə baş verəcək, deməli baş verə biləcək şeyləri haqqında danışarkən istifadə olunur. Bu doğrudur. Be about to is used with time expression. Zaman ifadələrlə işlədilir deyir. İşlədilmir əksinə. Orada işlədilən due to'dur. Due to, be due to is used with time expressions. Deməli ikimiz nə oldu? Yanlış oldu. Be about to in the past can refer to things that were going to happen but didn't. Be about to ifadəsi keçmişə istinad edir, yəni baş verə biləcək şeylərə. Baş vermək üzrə olur, amma baş vermir. Və burada 3 doğrudur. Be about to in the past can refer to things that happened in the past. Keçmişdə baş verən yox, baş vermək üzrə olan şeylər, amma baş verməyən. Yəni 4 yanlışdır. We use be about to talk about things that are planned to happen at a certain time. Yox, bu ifadə yanlışdır. Müəyyən dəqiq vaxtda baş vermir. Cavabımız olur 1 və 3 C variantı. Incorrect variantı istəyir, yəni yanlışı. About to ifadəsində zaman zərfi işlədilməz. The train is about to leave, hurry up. Qatar getmək üzrədir, yəni tərpənmək üzrədir, tələs. Doğrudur, zaman zərfi yoxdur, amma bizdən yanlışları istəyir. Ona görə biri çıxırıq. I was about to leave in 2 minutes when Mark arrived. 2 minutes var. Biz demişik ki, about to-la işlədilməz. Ona görə 2-ni yanlış kimi doğru götürürük. I was about to phone Joe at work when he walked into the house. About to ifadəsində zaman zərfi istifadə olmayıb. 3 doğrudur. Bizə amma yanlış lazımdır. Ona görə bunu da çıxırıq. Are you about to hand in homework today? Zaman zərfi işlədilməz to be about to ifadəsində. Ona görə 4'ü yanlış kimi götürürük. She looked as if she was about to cry. Bu doğrudur, amma bizə yanlış lazımdır deyə yanlışlarımız olur. 2 və 4 B variantı. Half of our employees are due to retire in 5 years. Biz dedik ki, due to ifadəsini gördüksə, to be due to, bu zaman zərfi ilə işlədilər. Ona görə avtomatik cavabımız elə A-dır. B-də nə yanlışdır? Deməli, negotiations were about to take place later that week. That week. Zaman zərfi var, about to-dan işlədilməz. I was about to learn of traffic science soon. Zaman zərfi işlədilməz. I'm due to see my children of can you phone later? Due to ifadəsində isə zaman zərfi olmalıydı, amma burada yoxdur, yanlış. I'm about to see my children of in 2 minutes. Zaman zərfi var, about to ifadəsi istifadə edilməli deyildi. Keçək 4-cüyə. Deməli, səhvi istəyir bizdən. We use be about to talk about things which are going to happen soon. Biz deyir, be about to ifadəsini gələcəkdə baş verə biləcək şeylər üçün istifadə edirik danışarkən. Doğrudur. Can is used after another modal verb will. Deyir, can digər modal fe'l olan will'dan sonra gəlir. Heç vaxt modal fe'llər bir-birini izləməz arda-arda. Yəni yanlışdır bu. Bizdən də yanlış istəyir. Cavab B-dir. Bir dəqiqə. Keçək 5-ci suala. Deməli 4-cü C-sində nə deyir? We use be able to talk about abilities. Düzdür. Bacarıqlar haqqında danışarkən istifadə edirik. To be able to can-a bərabərdir. D variantında be due to can be used with time expressions but be about to can't. Be due to deyir. Zaman ifadələri ilə işlənə bilir, amma about to işlənə bilmir, doğrudur. Be due to is used to talk about things that are expected at a certain time, doğrudur. Dəqiq müəyyən bir vaxtda gözlənilən hərəkətləri danışarkən istifadə olunur, doğrudur. 5-də which of the following sentences best expresses the essential meaning in the given sentence? Deməli, bir dəqiqə. Aşağıdakı cümlələrdən hansı verilən cümlənin dəqiq mənasını ifadə edir, yəni. I couldn't go to school yesterday. Mən dünən məktəbə gedə bilmədim. At the last moment when I left home, my dog felt bad. Mən dünən məktəbə gedə bilmədim. Ən son anda, yəni mən evi tərk edəndə mənim itim özünü pis hiss etdi. I was due to go to school but my dog felt. Burada zaman zərfi olmalıydı, yoxdur. Yəni bu yanlışdır. A variantı. Keçək B-yə. I was about to leave home in 5 minutes. My dog felt ill. About to da zaman zərfi istifadə edilməz.
I didn't want to go to school because my dog was ill. Mən məktəbə getmək istəmədim çünki itim xəstə idi. My dog didn't let me go to school, so I decided not to leave home. Mənim itim mənə icazə vermədi getməyə. Yox, özünü yaxşı hiss etmədi. I was about to leave home for school when my dog fell. Cavab olacaq Y variantı. Mən deməli about to ifadəsindən zaman zərfi istifadə olmayıb. Cavab olur Y variantı. Y variantı. Choose the correct variant 6-cı sualda istəyir. The US delegation is due to arrive on Friday. Due to ifadəsi zaman zərfi ilə istifadə olunub, doğrudur. The Turkish president is about to visit Russia on September. Zaman zərfi ilə istifadə olunmaz, yanlışdır. The Korean Marines were about to open fire when American officers stopped them. Bu doğrudur. The tennis player is due to carry his country's flag at Friday's opening ceremony in Rio. Burada zaman zərfi istifadə olunmayıb. Burada nə olacaq? Deməli, bizdən doğrunu istəyir. 1 doğru oldu, 2 yanlış oldu, 3 doğru oldu. Cavab olur 1 və 3. Deyəcəksiniz indi at Friday's opening ceremony in Rio. Deyir ki, 5-ci günün açılış mərasimində Rioda. Öz ölkəsinin. The tennis player is due to carry his country's flag at Friday's opening ceremony. Burada zaman zərfi kimi istifadə olunmur. 7. Fasten your seatbelts. Kəmərlərinizi bərkidin. The plane is due to land. Təyyarə enmək üzrədir. Burada zaman zərfi yoxdur deyə bir yanlışdır. They are due to arrive in a couple of hours. Due to ifadəsi zaman zərfi ilə işlədilib, doğrudur. 2-ni götürürük. The aircraft is about to take off, hurry or you will miss it. Bu doğrudur. About to ifadəsi zaman zərfi ilə istifadə olunmayıb. She's about to retire in the summer when she reaches the age. Amma in summer var deyə burada yanlışdır. Cavab olur. Deməli 2 və 3. B variantı. 8-ci sualda he looks angry. I think he is due to lose his temper completely. Burada bir yanlışdır çünki zaman ifadəsi işlədilməyib. With such poor sales figure they are due to go back. Bu doğrudur. Zaman zərfi var deyə 2-ni çıxırıq. Bizdən yanlışları istəyir. Keçək 3-ə. I had my coat on and I was about to leave when the phone rang. Doğrudur. I checked with the station. The train is about to arrive at. Zaman zərfi olmalı değildi. Cavab 1 və 4 A variantı. Deməli, gəldi 9-a. I'm about to eat. Can I phone you back? Doğrudur. Sonra, we are just about to set off for a walk. Do you want to come? Doğrudur. I was about to complain, but he came over and apologized. I'm very sorry, but I am not able to give you that information. Doğruları istəyir bizdən. I'm very sorry, but I am not able to give you that information. Bu da doğrudur. Təkrar gözdən keçirək. I'm about to eat. Can I phone you back? Yemək üzrəyəmdir. Sənə deyir, sonra geri dönüş edərəm. We are just about to set off for a walk. Burada about to ifadəsidir. Zaman zərfi istifadə olunmayıb, doğrudur. I was about to complain, but he came over and apologized. Bu da doğrudur. Zaman ifadəsi yoxdur. I'm very sorry, but I am not. Bu da doğrudur. Burada olacaq cavabımız B all. Yəni hamısı doğrudur. Keçək 10-cu suala. Only one person was able to beat the record. Deməli, only one person was able to be able to ifadəsi beat the record. Doğrudur. He should can work in to be able to ifadəsi də burada keçmiş zamanda da istifadə oluna bilər. He should can 2 modal fe'l yanaşı işlənməz should və can yanlışdır. We weren't able to finish the marathon in under 5 hours. I'm due to eat. Can I 4 yanlışdır. Çünki due to ifadəsində zaman zərfi olmalıydı. 2 yanlışdır. Çünki should və can 2 modal fe'l yanaşı işlənə bilməz, bir-birini izləməz. Doğruları istəyir cavabımız olur 1 və 3. B variantı.